Ben ihtiyarın çatırsa atır. Gel de gel bu işçiler ihtiyarın çatırsa bu ictimai yerde olarak kışkırırsan. Suallarıma cevap ver de. Senin mülkiyetinde değil, bunlar şahsi mülkiyetinde değil. Senin de ihtiyarın çatmır. Senin ihtiyarın çatmır. Gördünüz, əziz həmvətənlər, Gülnara xanımın üzərinə hücum çəkir və Gülnara xanımın əlindəki telefonunu almağa cəhd edir və əslində alır və aparıb polis şöbəsinə verir. Baxın, bundakı yəni hayıya. Bu artıq Gəncə şəhər İcra Hakimiyyətinin nəzdində olan Mənzil Təsərrüfat, Kommunal Təsərrüfat Birliyi qoçusudur deyə bilərik. Yəni bu məmurlar yanlarında bax belə qoçu saxlayırlar. Yəqin ki, yadınızda var. İlmar Vəliyev də 3-4 nəfər o şəhərdə tanınmış arvadları yığırdı. İcra Hakimiyyətinin qarşısına 500 qəpik qabaqlarına yal atırdı və bundan şikayətçi vətəndaşlar üçün istifadə edib, onları qorxudur, onları döyməklə hədələyir və şəhərlərinin geri götürülməsini istəyir. Bunun canlı şahidindən də biri mənəm, Həcər adlı biri mənim şəhərlərdə, amma o zaman bir mətbuat konfransı keçdik və Aytəkin işə qarışmasından sonra və 4 seçki ərəfəsi idi o zaman, yəqin ki, yadınızdadır. Və bundan sonra bu məsələyə cinayət işinin başlanmasına xitab verildi. 221.1-nə cinayət işi, xuliqanlıq etmişəm güya. Bu Həcərlərin də davamı artıq bu gördüyümüz qoçulardır. Fərq etmir bu arasında, yəni Həcər, Məmməd, Vəli, kimsə tapıb gətirəcək, heç bir əhəmiyyəti yoxdur. Əziz bacı və qardaşlarım, digər reportajımız isə Gülnara xanımın 20 yanvar şəhidlərinin xatirəsinə uzadılmış abidə ilə bağlıdır. Və gəlin o yəni reportajı da qulaq asaq bircək, baxaq, daha sonra yayımımızı davam edelim. Gəncə şəhəri Şəsna Xatay prospekti 20 yanvar abidəsi 1990-cı ildə bizim müstəqilliyimizi qazandıran və müstəqil dövlət kimi tanınmazlığımızda bu şəhidlərin qanı bahasına, canı bahasına əldə etdiyimiz müstəqilliyimiz.